Bugünkü mövzumuz bizim ən populyar mövzulardan olan uşaqlıq yolunun sallanması haqqındadır. Uşaqlıq yolunun sallanması nədir? Nə zaman bu baş verir və hansı hallarda əməliyyat gərəkdirir? O xanımlarda uşaqlıq yolu sallanması baş verir ki, o xanımların çox saylı və ağır keçən travmatik doğuşları olmuşdur. Abort sayının çox olması, progresiv yaş faktoru arıqlayıb kökələrkən zamanla xanımlarda uşaqlıq yolunun enməsi baş verir. Uşaqlıq yolunun enməsi zamanı biz uşaqlıq yolunun ön-arxa divarını kolpografiya edərək uşaqlıq yolunun sallanmasını bərpa edirik. Ön-arxa divarın kolporafiyası ilə yanaşı pasientlərə levodoroplastik əməliyyatı icra olunaraq uşaqlıq yolunun enməsi aradan qalxır və əlavə olaraq vagina maksimum daraldılır. Bu əməliyyat sayəsində pasientlərin həm cinsi həyatı normaya düşür, cinsi əlaqə zamanı genişlənmə, xoşagəlməz səslərin olması da aradan qalxmış olur. Əlavə olaraq ön-arxa divarın sallanması olan xanımlarda baş verən sidik qaçırmalar, qəbizlik, tifqasiya aktı zamanı diskomfort, əllə özünə kömək etmə kimi şikayətləri də pasientlərin aradan qalxmış olur. Əziz xanımlar, vaginoplastik əməliyyatı sizin düşündüyünüz kimi yalnız estetik bir əməliyyat deyil. Bu eyni zamanda sizin həyat keyfiyyətinizi də yaxşılaşdıran bir əməliyyatdır. Vaginoplastik əməliyyatı ilə sizin sidik qaçırma, sidik hissənizi tam boşalda bilməmə kimi problemləriniz də aradan qalxır. Vaginoplastik əməliyyatı tamamilə ağrısız bir əməliyyatdır. Spinal anesteziya və ümumi narkozla icra olunur. Bizim əməliyyatımızın üstünlüyü ondadır ki, bizim pasientlərimiz elə əməliyyatın səhərsi gündən tam normal həyat tərzinə davam edirlər. Yeni sifarişlə gələn saplarımız və dəriyə qoyduğumuz kosmetik tikiş sayəsində isə əməliyyatın səhərsi gündən oturmağa belə icazə verilir. Əziz xanımlar, bizimlə hər zaman sağlam və özgüvənli olun.